Allahın salamı olsun. Allahı sevənlərə və məni sevməyən Azərbaycan xalqına, Azərbaycanın dəyərli prezidenti İlham Əliyev cənabları, Tanrı sizləri qorusun. Sizinlə fəxr edirik. Əziz insanlar, dəyərli xalqın milləti, bugün də evlənməyən subay oğlanlardan və qızlardan danışırıq. Mənə müraciət olunur ki, Samaya xanım, baxdırdıq, dedilər ki, evladınızda bağlılıq var. Qapıda və yaxud da harada olur olsun, 7 ağac kəsilməlidir. Bu 7 ağac kəsiləndə evladınızın bəxti açılacaqdır. Ay insanlar, bu necə falçıdır, cinlərdir, molladır, baxıcıdır, hər nədir? Bu ağaçların günahı nədir ki, sənin evladının bəxti açılmaqdan ötəri 7 ağac kəsilsin, günaha batırsınız, ağaçları kəsməyin, qırmayın ağaçları. Qoy Allah özü sizə kömək dursun ki, elə yalançı fırıldaq maşinliklərdən uzaq olasınız. Tanrı sizləri qorusun, əziz insanlar.